Bir daha axşamınız xeyir olsun, əziz dostlar, əziz yol yoldaşlarımız, hörmətli sürücülər. Qaydaları pozma artıq efirdədir. Hər zaman olduğu kimi eyni vaxtda biz görüşürük və bugün də çox önəmli, vacib bir mövzunu müzakirə edəcəyik birlikdə. Studiyada Ceyhun Əsənli və bugünkü qonağımız Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovdur. Xoş gördük sizi, xoş gəlmisiniz. Hər vaxtınız xeyir və bugün mövzumuz belədir. Yollarda nəyə əməl etsək sıxlıqda qalmarıq və ümumiyyətlə Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzinin müşahidə kameralarının görüntüləri əsasında biz yəni qonağımız nəyi əlavə eləyəcək, nələri əlbəttə qeyd eləyəcək və siz ən əsası sürücü kimi, yəni bir sürücü kimi, yəni yollardakı bu sıxlıqla bağlı fikirləriniz nədir? Nəyi müşahidə edirsiniz özünüz bir sürücü kimi? Bax bunlarla bağlı irəliləyən dəqiqələrdə bir söhbət aparacağıq və ilk sözü veririk Ömər bəyə. Buyurun. Təbii ki, olduqca maraqlı mövzudur. Ona görə maraqlı mövzudur ki, yollarda nəqliyyat sıxlığının yaranmasının bəzi səbəbləri də elə biz sürücülərdən asılıdır. Halbuki biz bəzi qaydalar var ki, o qaydalara əməl etsək, yollarda az vaxt itkisi ilə qarşılaşa bilərik, nəqliyyat sıxlığında düşmərik, nəqliyyat sıxlığında qalmarıq və biraz da belə desək daha tez davranıb alternativ yol kimi digər yollardan da istifadə edə bilərik. Təbii ki, bizim bu mövzunu müzakirə eləməkdə məqsədimiz də ondan ibarətdir ki, və deyəcəyim məsələləri də dəfələrlə təkrar etməkdə məqsədimiz ondan ibarətdir ki, sürücülərin özlərindən yaranan səbəblər var ki, o səbəbləri zaman keçdikcə aradan qaldırsınlar. Biz bir neçə dəfə demişik ki, yollarda nəqliyyat sıxlığının obyektiv səbəbləri var və təbii ki, bu sürücülərin özlərindən qaynaqlanmır, amma əksər səbəblər də var ki, bu sırf nəqliyyat vasitələrini idarə edən sürücülərin özlərindən qaynaqlanır. Yəqin ki, elə bizi dinləyən sürücü qismində olan dinləyicilərimiz də bizim dediklərimizlə razılaşacaqlar. Mən əsas səbəblərdən başlayaraq müəyyən fikirlər var ki, onları diqqətə çatdıracağam. Məsələ burasındadır ki, biz dediyimiz, danışdığımız fikirlər birbaşa müşahidə kameralarının görüntülərinə, müşahidə kameralarının təhlillərinə və əməkdaşlarımız tərəfindən müxtəlif proqram təminatlarından istifadə etməklə aparılan təhlillərə əsaslanır. Yəni, belə desək, bundan da əlavə vizual olaraq özümüzün qarşılaşdığımız, gördüyümüz, müşahidə etdiyimiz deməli, görüntülərə əsasən də biz bu fikirləri deyirik. Birinci növbədə baxırıq ki, qeyri-pik saatlarda, yəni onsuz da pik saatlarda müəyyən yollarda nəqliyyat sıxlığı yaranır. Deyək ki, elə hal-hazırda. Məsələn, elə hal-hazırda dediyimiz məlumatda olan yollar Bakı-Sumqayıt şosesi, paytaxtın bəzi mərkəzi küçə prospektləri, Ziya Bünyadov prospekti, 8 noyabr prospektinin nargilə dairəsinə kimi bu günün pik saatlarında bu yollarda ənənəvi qaydada olaraq nəqliyyat sıxlığı yaranır və bu sıxlığın da zaman-zaman qarşısını almaq üçün deməli tədbirlər görüləcək, yeni yollar, yeni yol qovşaqları salınacaq. Amma bizim burada müzakirə etməkdə, daha doğrusu müzakirə etdiyimiz mövzu isə sırf birbaşa sürücülərin özlərindən yaranan məsələlərlə bağlıdır. Birinci növbədə bəzi sürücülərimiz var ki, yol hərəkəti qaydalarına düzgün əməl etmirlər. Burada da bir məqsəd var. Mənim bir neçə dəqiqə irəli düşmək istəyim, daha tez, digərlərlə daha tez gedəcəyim ünvana çatmaq istəyim burada əsas rol oynayır. Elə bir, yəni sanki hamı tələsir harasa. Yəni burada da bir egoizm yaranır da, belə pis də çıxmasın, yəni bəzi sürücülər üçün. Yəni sanki bir egoizm yaranır ki, elə mən. Elə bir sanki ancaq özlərini fikirləşir. Bu da siz dediyiniz kimi, təbii ki, bu da birinci növbədə gətirib bu deməli yol hərəkəti qaydalarının pozulması birinci növbədə gətirir yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Təbii ki, burada fərqi yoxdur. Ölüm və xəsarətlə nəticələnən, maddi zərərlə nəticələnən qəzalar
burada bir fərqi yoxdur. İstənilən yol nəqliyyat hadisəsinin baş verməsi yollarda müvafiq zolaqların tutulmasına, dəqiqələrlə həmin deməli yolda nəqliyyat sıxlığının yaranmasına gətirib çıxarır. Bu pik saatlarda olduqda isə vəziyyət daha da gərginləşir. Onsuz da sıxlıq var və bu sıxlığın həm ölçü baxımından uzunluğu daha çox artır, həm də müddət baxımından nəqliyyat vasitələri daha çox sıxlıqda qalırlar. Üzr istəyirəm, sözünüzü kəsirəm. WhatsApp nömrəmizi bu arada xatırladaq dinləyicilərimiz və sürücülərimiz çünki mövzu ilə bağlı fikirlərini yazsınlar. Sizə görə bir sürücü olaraq, yəni yollarda, yəni hərəkət iştirakçı olaraq problem yaradan, yəni sıxlıq yaradanlar kimlərdir? Buyurun fikrinizi bizimlə bölüşün. WhatsApp 055 455 10 77. Bəli, yaza bilərsiniz. Bax bu WhatsApp nömrəmizə həm fikirlərinizi həm yazın, həm də səsli mesajları göndərə bilərsiniz. Buyurun. Bəli, yol nəqliyyat hadisələrinin baş verməsini qeyd etdik. Burada həm maddi zərərlə, həm də ölüm və xəsarətlə nəticələnən qəzaları deyə bilərik ki, istənilən ümumiyyətlə yol nəqliyyat hadisəsinin baş verməsi yollara, nəqliyyatın axınına, hərəkətinə ciddi təsir göstərir. Biz bunu müxtəlif vaxtlarda, hətta mütəmadi hallarda biz bununla bağlı qəza baş verdikdə yollarda necə sıxlıq yaranır, maariflənmə məqsədi ilə video məlumatlar paylaşırıq. Və paylaşdığımız videolarda yəqin ki, vətəndaşlarımız, dinləyicilərimiz görürlər, müxtəlif media orqanlarında bu yayılır və burada da şərhləri də biz oxuyanda görürük ki, həqiqətən deməli bizimlə razılaşırlar ki, bu qəzaların hansısa sürücünün belə deyək diqqətsizliyi, məsuliyyətsizliyi, həmçinin qaydalara əməl etməməsi nəticəsində bu qəzalar baş verir və bundan təkcə özləri yox, həm də minlərlə sürücü bu vəziyyətdən əziyyət çəkməli olurlar. Digər bir məsələ, burada qəzalardan biz söhbət düşmüşkən, yol hərəkəti qaydalarından danışmışkən, hansı qaydaları pozulur, onu da deyim ki, məsələn, manevr etmə qaydalarıdır, sonra ara məsafəsini düzgün saxlamamaqdır, xüsusilə də svetoforun qırmızı işığından keçmə məsələsi düzdür. Getdikcə biz hər il müqayisə etdikdə görürük ki, maariflənmə nəticəsində görülən tədbirlər nəticəsində azalır. Çünki biz svetoforun qırmızı işığından keçib qəza ilə nəticələnən hadisələrin görüntülərini təqdim edirik və vətəndaşlarımız da bu fikirdə olan bəzi sürücülərimiz artıq başa düşürlər ki, svetoforun qırmızı işığından keçdiyin halda qəza baş verə bilər və bu ehtimal da yüksəkdir. Manevr etmə, düzgün ara məsafəsi saxlamama, ən başlıcası yüksək sürət nəticəsində idarə etmənin itirilməsi, sonra nəqliyyat vasitələrinin xüsusilə də hərəkətin intensiv olduğu yollarda saxlayıb qəza dayanma işıq siqnalını qoşub kimisə gözləmələri və yaxud da ki, telefonla danışmaları müxtəlif səbəblər var və bu da məsələn konkret olaraq Z şosesində dəfələrlə şahid olmuşuq, aeroport şosesində, Heydər Əliyev prospektində, Ziya Bünyadov prospektinin özündə, Bakı-Sumqayıt şosesində. Ən çox yəni bu yollarda. Bəli. Bu yolların adını ona görə qeyd edirəm ki, burada intensivlik daha çoxdur. Nəqliyyat vasitələri daha çox bu yollardan istifadə edirlər. Və bu yollarda biz bir neçə dəfə şahid olmuşuq ki, avtomobilin sürücüsü yolun sağ hərəkət zolağında nəqliyyat vasitəsini saxlayır, qəza dayanma işıq siqnalını qoşur və arxadan gələn nəqliyyat vasitəsi də diqqətsizlik eləyir, gəlir çırpılır və bu səbəbdən də ciddi bir sıxlıq yaranır. Bu qeyd etdiyim məsələlər baş verən yol nəqliyyat hadisələrinin real deməli göstəricisidir və bu reallığı əks etdirir, olmuş hadisələrdir. Və bunu da deməkdə məqsədimiz ondan ibarətdir ki, dinləyicilərimiz bilsinlər ki, bu cür qayda pozuntularının törədilməsi mütləq və mütləq şəkildə qəzaların baş verməsinə səbəb olacaq. Bəli, əziz sürücülər, biz bir çox sürücülərdən danışırıq, hamınızı demirik. Çünki kifayət qədər qaydalara əməl eləyən nümunəvi, həqiqətən də müşahidə kameralarından baxanda kifayət qədər, yəni hamı üçün, yəni ki, örnək olacaq sürücülərimiz var ki, doğrudan da qaydalara necə lazımdır əməl eləyirlər. Dediyiniz o məsələ, bəziləri ara məsafəsi saxlamır, amma ara məsafəsi saxlayan sürücülərimiz var. Svetofora məhəl qoymasa da, amma
amma kifayət qədər yəni bu qaydalara əməl edənlər var, səbirli olan sürücülərimiz var. Dinləyicimiz bir mesaj yazıb, yazır salamlar, aleyküm salam. Bəzi sürücülər var ki, bəli, səbirsizlik eləyirlər, işıqforun son saniyələrini gözləmirlər. Bəzən yolun ortasında digər sürücülərə də maneə olurlar, ya maneə yaradırlar. Yolu necə gəldi, sağ-sola fikir vermədən elə keçirlər. Elə Ömər bəy də müşahidə olmuşuq. Burada ümumiyyətlə bu svetoforların qırmızı, yaşıl işığı ilə bağlı bir məqamı diqqətə çatdırım ki, burada məsələ nədən ibarətdir? Qəza görüntülərində də biz baxdıqda görürük ki, sürücü gəlir, svetoforun yaşıl işığının bitməsinə, yəni qırmızı işığa keçməsinə 1-2 saniyə qalıb, fikirləşir ki, yol ayrıcını keçib çatdıra biləcək. Amma əksər hallarda keçə bilmir və çünki digər kəsişmədə olan nəqliyyat vasitələri artıq fikirləşir ki, yaşıl işıq yanıb, hərəkət edim və bəzi hallarda da həmin sürücülər də öz təhlükəsizliklərini qorumaq üçün onlar da deməli hərəkətə başlayırlar. Daha doğrusu hərəkətə başlayırlar və təhlükəsizliklərindən qorumaq üçün bir kəsişməyə diqqət yetirmirlər ki, ola bilər hadisədir. Yəni gəlib çatdıra bilmir, qırmızı işıqdan yaşıl işığın bitməsinə az qalmış keçir və bu halda da qəzalar baş verir. Bir də yol ayrıcılarının keçmə qaydalarında bəzi sürücülərimiz sanki məlumatsızdır. Və bu xüsusilə də müşahidə edilir Ukrayna dairəsi həmin o hissədə bəzi sürücülər kim hansı tərəfdən kimə yol verməlidir, deməli bu qaydaları da pozurlar və qəza baş verir. Tərəddüdlü vəziyyət yaranır orada da. Qəza baş verir. Yəni bu svetoforun dinləyicimizin dediyi kimi bir neçə saniyəsin deməli tez keçmək məqsədi ilə xüsusilə də hərəkət sürətini artırırlar və svetoforun qırmızı işığından keçirlər, nəticədə də qəza baş verir. Sonra digər bir məsələ nəqliyyat vasitəsidir, sürətlə gəlir, baxır svetoforun saniyəsinə və yaxud da ki, artıq görür ki, qırmızı, yaşıl işıq söndü, qırmızı işıq yanır, dərhal sərt tormozdan istifadə edir, əyləcdən istifadə edir və arxadan gələn nəqliyyat vasitəsi ara məsafə saxlamadığına görə çırpınma baş verir, nəticə qəza baş verir. Və bu qəzanın da baş verməsi təsəvvür eləyin ki, xüsusilə də maddi zərərlə nəticələnən qəza baş verir, sürücülər düşür və biz görürük ki, düşür. İndi bəlkə də doğrudur, doğru deyil, amma demək məcburiyyətindəyəm. Hərəsi bir siqaret çıxardır. Öz aralarında məsələni müzakirə edirlər, bəli. Maşına baxır görüm necə oldu filan. Bəli. Bu dəqiqələrlə bəzən hətta 10-15 dəqiqə çəkir. Dayanır bütün hərəkət. Bir sıra yollarda butulka effektinin yaranması, bu da əlbəttə sıxlığı göstərən məsələdir. Daha sonra bəzən olur ki, yəni texniki nasazlıq səbəbindən də deyək ki, avtomobil yolda qalır, belə deyək və düzdür nə qədər desək ki, yəni insan hər bir sürücü biraz ehtiyatlı olmalıdır, uzun yola çıxırsa və ya da elə yola çıxırsa baxmalıdır, yoxlamalıdır ki, maşın hansı vəziyyətdədir, amma görürsən ki, yəqin ki, müşahidələrdən də bunu görmüsünüz ki, bu əsas səbəblərdən biridir ki, bəzən yollarda bax belə bir vəziyyət yaranır və bunun müqabilində sıxlıq meydana gəlir. Təbii ki, Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının təsir zonasında, yəni bizim müşahidə kameralarımızın qeydə aldığı yollarda texniki nasaz nəqliyyat vasitələrini deməli yolda qalması, nəqliyyat sıxlığının yaranmasına səbəb olub, anban qeydə alınır. Və indi burada başa düşülən bir vəziyyət də var, amma başa düşülməyən bir vəziyyət də var ki, burada məsələn hər bir sürücü bilir ki, biz qarışıq, bizim avtomobildə hansı problemlər var və bu problemlər bizi yolda qoya bilər. Amma təəssüflər olsun ki, bəzi hallarda bu problemi bilə-bilə bəzən sürücülərimiz, çünki görünür, yəni kameradan görünür ki, deməli, hansı səbəbdən deməli, avtomobil nasazlıq yaranır və çünki biz onu yaxınlaşdırırıq, o ərazini təhlil edirik. Amma bəzi səbəblər var ki, qəfildən də ola bilər, bu yəni anlaşılandır. Məsələ burasındadır ki, istəyir qəfildən olsun, istəyir deməli bilə-bilə sürücülərimiz bilə-bilə ki, bu problem yarana bilər. Yəni bütün səbəblərdən, bütün bu nəticə
belə bir nəticə ortaya çıxır ki, texniki nasaz nəqliyyat vasitələrinin yolda qalması qeyri-pik saatlarda belə dəqiqələrlə nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Bu da ənənəvi qaydada Bakı-Sumqayıt şosesi, Heydər Əliyev prospekti, deməli aeroport şosesində, 8 noyabr prospekti, Babək, Ziya Bünyadov prospektində mütəmadi, belə desək, biz bu halla qarşılaşırıq, bir neçə dəfə qarşılaşmışıq və bu nasaz nəqliyyat vasitəsi, hətta texnikin, avtomobilin də yaranan texniki nasazlıq səbəbindən yol nəqliyyat hadisələri də baş verir. Məsələn, necə? Təxminən 2 gün əvvəl, daha doğrusu dünən, ötən gün Ziya Bünyadov prospektində avtomobil hərəkətdə olan zaman təkərində nasazlıq yaranır və bu məcbur olub yolun sağ hərəkət zolağına, hissəsinə çəkir. Arxadan da başqa bir nəqliyyat vasitəsi gəlir, çırpılır ona. Və bu, biz bununla bağlı məlumat yayırdıq, indi videosunda yayacağıq. Bu, təsəvvür eləyin, orada təxminən 20 dəqiqə nəqliyyat sıxlığının yaranmasına səbəb oldu. Kamera görüntüsünə baxırıq ki, həmin hadisə baş verməmişdən əvvəl avtomobillərin hərəkətində heç bir problem yox idi və intensivlik var idi. Amma o hadisədən sonra sırf bu səbəbdən nəqliyyat sıxlığı yarandı. Təbii ki, biz nə iş gördük? Ümumiyyətlə, bu cür hallarda Bakıda baş verən yol nəqliyyat hadisələri, texniki nasaz nəqliyyat vasitələrinin yolda qalması və yaxud digər səbəblərdən ola bilər. Güclü külək zamanı ağac aşıb, yolun hərəkət hissəsini bağlayıb, deməli, hərəkətin məhdudlaşdırıb. Yəni, fövqəladə hallar zamanı belə, bütün bu hallarda biz kameralar vasitəsindən görürük ki, qeyd etdiyimiz hallar baş verir. Dərhal əməkdaşlarımız aidiyyəti üzrə məlumat verirlər və bizim daha çox koordinasiyada olduğumuz, informasiya mübadiləsi apardığımız yol polisi əməkdaşları mərkəzə ezam olunublar. Dərhal həmin qəzanın baş verdiyi ərazi, texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması və digər səbəblərin qısa müddət ərzində aradan qaldırılması üçün yaxınlıqda xidmət edən yol polisinə məlumat verilir və məsələn, dünən Ziya Bünyadov prospektində baş verən qəzadan sonra dərhal əməkdaşlarımız məlumat verdi və hazır vəziyyətdə, yəni paytaxtda məsəl üçün biz ona hazırlıqlıyıq. Yol polisi NİM ona hazırlıqlıdır. Biz bilirik ki, bu hərəkətin intensiv olduğu yollarda hər an qəza baş verə bilər, hər an texniki nasaz nəqliyyat vasitəsi yolda qala bilər və dərhal yol polisi evakuatorla birlikdə evakuator əraziyə gəlir, həmin nasaz nəqliyyat vasitəsinin qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri icra olunur. Və nəticədə də deməli, hərəkət intensivliyi artır, o sıxlıq aradan qalxmışır. Çox təqdirə layiqdir. Əlbəttə, əgər bu müşahidələr onu göstərirsə ki, belə hallarda da qəzalar baş verirsə yollarda, əlbəttə ki, ən mövcud vəziyyət və həmin anda kömək olunması və maşının, həmin nasaz maşının dərhal uzaqlaşdırılması əlbəttə digər hərəkət iştirakçılarına da sıxlıq və maneə yaratmır. Maraqlı bir mesaj var. Bu dəfə xanım sürücülərlə bağlı yazıb bir dinləyicimiz. Yazır ki, xanım sürücülər inciməsinlər. Bilmirəm, mənim qarşılaşdığım xanım sürücülər belədir ya yox. Məncə, xanım sürücülər yolda problem yaradırlar. Deyir, asta sürətlə hərəkət eləyərək yolda süni tıxac yaradırlar. Bilməm, indi Ömər bəyin buna fikri necə olacaq? Baxın, burada məsələ belədir. Asta sürətlə hərəkət etməkdə məqsəd odur ki, maksimum qaydaya əməl edir, sürətlə hərəkət etmir və baş verə biləcək qəzaların əvvəlcədən qarşısını almaq niyyəti deməli ilə bu aşağı sürətlə nəqliyyat vasitələri hərəkət edirlər. Ya da ola bilər ki, yeni başlayır, hələ yeni sürücüdür. Bu da ola bilər, variantlardan biri. Təbii ki, bu da ola bilər. Özüm də dəfələrlə şahid olmuşam. Burada biz elə dinləyicimizin dediyi məsələdən istifadə edib, elə müraciət də etmək istəyirik ki, yəni başa düşüləndir, hər birimiz hörmətlə yanaşırıq. Mənim özüm şəxsən dəfələrlə olub, yəni baxmışam ki, xanımdır, öz zolağımı dəyişmişəm, yəni xanım sürücüdür, anlayışla qarşılamaq lazımdır. Amma burada artıq görün vəziyyət nə yerdədir ki, artıq dinləyicilərimiz də gördükləri, qarşılaşdığı məsələlərlə bağlı bizə deməli problemi deyirlər. Burada bir dənə çıxış yolu var. Məsələn, aeroport yolu, Heydər Əliyev prospekti.
deyək ki, aeroport yolu müvafiq olaraq 3 zolaq 90 km/saatdır, sağ zolaq 70 km/saat. Yaxşı olar ki, sağ zolağı tutub hərəkətə mane olmamaq və elə təxminən elə 70 km sürətlə də rahat hərəkət edə bilərlər. Bəli. Amma bu orta zolaqda 90 saatda 90 km olan sürət olan zolaqda hərəkət etdikdə təbii ki, nəqliyyatın axınına problem yaranır. Qəza şəraiti yaranır və arxadan gələn nəqliyyat vasitəsi də çox vaxt görmür ki, bilmir ki, qarşıda aşağı sürətlə hərəkət edən nəqliyyat vasitəsi var. Ona görə ən yaxşı çıxış yolu aşağı sürətlə olan zolağa keçib yollarına davam etməkdir. Yəni hamını bura qatmaq olmaz, yəni şamil eləmək olmaz, amma bir çoxları elə səbəbdir ki, bax hal-hazırda o dediyim ki, siyahı var. Yollardakı bax sıxlığı necə deyirlər, yaradırlar. Ən məşhurları da deyək ki, Bakı-Sumqayıt şosesi həmişə eyni vaxtlarda səhər və axşam saatlarında və bir məsələ də var. Onu da xüsusi olaraq deyəcəm. Əslində siz dediniz ki, əsas pik vaxtlarda olur, amma düşünürəm ki, bu çox zaman belə olmur. Yəni daha çox qeyri-pik saatlar. Qeyri-pik saat. Üzr istəyirəm. Yəni əvvəllər deyək ki, müəyyən vaxtlarda idi, deyək ki, səhər, bu stereotip var idi də, səhər və axşam saatları. Amma indi baxırsan ki, doğrudan da saat, nə bilim, günorta nahardan sonra deyək ki, saat 2-dən, 3-də, 4-də və yaxud baxırsan bir də görürsən ki, deyək ki, saat arası 8-ə qədər idisə, ya lap 7-yə, axşam 7-yə qədər idisə, indi 9-da. Bəzən görürsən ki, evə olur ki, harasa gedib qayıdırsan, misal üçün 9-9-dan sonra 10-da baxırsan ki, yenə də sıxlıq var. Baxın, deməli burada buyurun, nəsə demək istəyirsə deyin. Burada dinləyicilərimiz ümumiyyətlə yol hərəkəti iştirakçıları bir məsələni bilməlidirlər. Qeyri-pik saatlarda biz adətən öyrəşmişik ki, səhər və axşam saatlarında yollarda nəqliyyat sıxlığı yaranır. Bəzən biz müşahidə edirik ki, axşam qeyri-pik saatlardan sonra belə müəyyən yollar var ki, orada da nəqliyyat sıxlığı yaranır. Halbuki, məsələn, işdən çıxma vaxtı bitib, vətəndaşların evlərinə çatma vaxtı bitib, belə desək. Elə birinci elə o ağlımıza gəlir ki, qurban olum, yəni iş vaxtı deyil, bu cəmaət bu hara gedir bu yolda. Məsələ nədən ibarətdir? Deməli, bu daha çox bayram günlərində, indi mən deyəcəm, biraz bu məsələdən kənara çıxıb deyəcəm, amma yəni dinləyicilərimiz bunu bilməlidirlər. 8 mart Beynəlxalq Qadınlar Günündə, hətta 14 fevral, məşhur 14 fevral günündə belə məsələdə xanımlar varsa, xüsusilə olsun bu sıxlıqlar deyək. Baxın, biz bəlkə də adi yanaşırıq, amma bunun nəticəsi nədir? Axşamlar, deməli, axşam saatlarında belə o sıxlığı daha çox olur, müddət daha da artır. Ömər bəy, bir məsələ var ki, bu indi bayramdır da, deyək ki, xanımların günüdür. Mövcud bir səbəb var da, bir ki, bayram vaxtıdır, hamı hədiyyə alır. Məsələnin başqa tərəfi var da. Burada təsəvvür eləyin ki, şəhərin mərkəzi hissələrində, mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının yaranması hansı səbəblərdir? İndi onu detalını deyəcəm. Yaranması, ora daxil olan yollarda, ora bitişik olan küçə və prospektlərə ciddi təsir göstərir. Baxın, deyək ki, şəhərin mərkəzi hissələrində bu bayramlarla bağlı ticarət mərkəzləri, ictimai yaşayış obyektləri filan, xüsusilə də bayram günlərində və bayram tətilinin sonunda həm şəhərdən çıxış məsələsi var, şimal giriş çıxış məsələsi var, həm şəhərə gəliş məsələsi var bayram sonlarında. Bunun özü belə nəqliyyatın hərəkətində deməli intensivliyin azalmasına səbəb olur. Və bu bayramlarda bəzi sürücülərimiz var ki, xüsusilə də ictimai, biz bunu bir neçə dəfə ictimailəşdirmişik. Bəzi sürücülərimiz var ki, ictimai yaşayış obyektlərinin qarşısında 2 cərgə belə nəqliyyat vasitələrini saxlayırlar. Ticarət mərkəzlərinin içərisində bəzi hallarda kifayət qədər boş olduğu halda mərkəzin yaxınlığında yolun hərəkət hissəsində avtomobilini saxlayıb, bəzi sürücülərimiz var ki, nömrənin də qarşısında dayanmaqla və yaxud da ki, yük yerini açıq saxlamaqla kameradan gizlənməyə çalışırlar. Və təsəvvür eləyin, bir nəqliyyat vasitəsinin sürücüsü dediyim qayda pozuntusunu törədirsə, həmin zolaq avtomatik bağlanır
və arxadan gələn nəqliyyat vasitəsi növbəti zolağa keçmək məcburiyyətində qalır. Ondan arxada gələn nəqliyyat vasitəsi də həmçinin və bu belə gedir, növbəti kəsişməyə kimi davam edir. O kəsişməyə də təsir etdiyindən ora bitişik kəsişmələrə də təsir edir. Bəli. Və biz də sonra deyirik ki, şəhərin mərkəzi hissəsində belə bir sıxlıq, nəqliyyat sıxlığı yaranır. Təbii ki, digər səbəblər də ola bilər, amma bu dediyim səbəblər də nəqliyyat sıxlığının müddətini artırır. Yəni indi Ömər bəy xüsusi olaraq 8 mart deyək ki, bayramını dedi qadınları. Yəni qadınlar belə başa düşməsin. O sadəcə ildə bir dəfə olan bir gündür. Ümumi yəni bayramlar sadəcə misal olaraq yəni dedi Ömər bəy. Bir dinləyicimiz isə yazır: "Salam, aleyküm salam. Ən təhlükəsiz sürət axının sürətidir məncə. Asta və ya bərk sürmək təhlükədir. Bəzi sürücülərimizin yol nişanlarını bilməməsi və üstünlüyü bilməmələri tıxacı biraz da sıxlaşdırır. Bir də ki, baxırsan yüngül qəza var və hamı yaxınlaşanda sürəti azaldıb baxır, amma bilmirlər ki, bu zaman tıxac yaradırlar deyə. Bayaq da əslində Ömər bəy bunu vurğulamışdı. Adi dairələrdə baxırıq ki, sol zolaq, deyək ki, orta zolaq belə sola dönmək istəyən nəqliyyat vasitələri üçün gəlir. Dairəyə daxil olan nəqliyyat vasitələrinə yol verirlər. Bu qaydalara uyğun deməli yol verirlər. Üçüncü bir zolaq var. Məsələn, bura nümunə olaraq Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının qarşısındakı dairəni deyə bilərəm. Yaxınlığımızda olan dairəni deyə bilərəm. Sola dönmək istəyən sürücü sol və orta zolaqdan dönə bilir. Sağa isə düzünə, deyək ki, Koroğlu metro stansiyası nəqliyyat mübadilə mərkəzi istiqamətindən gedənlər üçündür. Sola dönmək istəyən sürücü sağ hərəkət zolağından gəlir, solu yandırır, işığı yandırır və soldan gələn nəqliyyat vasitəsini gözləyir ki, o keçsin, sonra keçsin. Axı arxada həmin zolaqdan düzünə gedən nəqliyyat vasitələri var axı. O da gəlir məcburiyyətdən gözləyir. Və təbii ki, bunun özü belə intensivliyi aşağı salır. Və yenə deyirəm, burada biz ona görə bu mövzunu müzakirə edirik ki, sürücülərimiz, dinləyicilərimiz də özləri dəfələrlə şahid olublar. Mən bunu bilirəm ki, özləri də görürlər. Və bəzi həqiqətən vacib olan və nəqliyyat sıxlığını aradan qaldıracaq məsələlər var ki, o birbaşa sürücülərimizin özümüzdən asılıdır. Yəni biz o problemləri aradan qaldırsaq yollarda, biz özümüz müşahidə eləyəcəyik ki, bu problemləri aradan qaldırdıq və nəticədə də əvvəlki günlərlə müqayisədə elə sıxlıqda qalmırıq. Bu qədər vaxt itirmirik. Məsələ burasıdır. Bəzən də bunu da söyləyirlər ki, Ömər bəy, yəni əvvəllər də sıxlıq vardı indi, amma müqayisədə görürük ki, həm də axı şəhərdə nəqliyyat vasitələrinin sayı da artır axı. Bax, bu da müəyyən mənada sıxlıq yaradır. Deyək ki, göstəricilər bilmirəm necədir, bu say necədir, amma ildən ilə biz yəni avtomobillərin yollarda daha çox olduğunun həqiqətən şahidi oluruq. Misal üçün 10 il, 15 il bundan qabaq deyək ki, bu göstərici biraz rəqəm deyək ki, misal üçün nə qədər isə indi bir o qədər də artıb da. Yəni bunun üçün aidiyyatı dövlət qurumları tərəfindən artıq müxtəlif yollar salınır, yeni yollar çəkilir. Məsələn, bura mən nümunə üçün şəxsən özüm istifadə elədiyim yoldur. Deyək ki, mən Sumqayıta getmək üçün əvvəllər Ziya Bünyadov prospekti, birbaşa 20 yanvar, oradan 20 yanvar metro stansiyasından, oradan Sumqayıt yolundan gedirdim və təsəvvür eləyin, mənim Ziya Bünyadov prospektinə, işdən çıxıb Ziya Bünyadov prospektinə daxil olub 20 yanvara çatma vaxtıma mən gedib Sumqayıta çatıram. Sual verə bilərsiniz, necə? Yeni çəkilən Böyükşor Pirşağı yolu ilə. Rahat, sıxlıq yox, normal bomboş yol, 90 km/saat sürətdir. Bəli, buradan çatıram hardasa 10 dəqiqə, 15 dəqiqə deməli Pirşağı dairəsinə, oradan da Pirşağın içindən Novxanı yola çatıram. Yəni düzdür, məsafə baxımından biz hesablasaq nisbətən məsafə artıqdır, amma istənilən halda bir rahatçılıq var. Yəni maneə yoxdur, yəni çox sıxlıqda qalmırsınız. Ondan ibarətdir ki, indi yeni yollar salınacaq, dövlət proqramında da bu öz əksini tapıb. Bu məsələ nəzarətdədir və aidiyyat dövlət qurumları tərəfindən də bu istiqamətdə işlər görülür, görüləcəkdir. Və burada avtomobilin sayının
çox olması məsələsi də bu deməli həm təsir eləyir, həm də bu məsələ burada avtomobillərin sayının çox olması məsələsindən daha çox nə qədər avtomobilin şəhərin mərkəzi istiqamətinə doğru hərəkət etməsindən, bəli, bu da bildiyim qədərilə bəli. gün ərzində 300 mindən çox nəqliyyat vasitəsi şəhərin mərkəzi istiqamətinə axın edir. Az deyil Bu gün əslində. Yusif Səfərov küçəsində deməli pik saatlarda belə nəqliyyat sıxlığının yaranmasının səbəbi şəhərə giriş hissənin olmasıdır. Yəni bir Bakı dairəvi yolundan istifadə edir vətəndaşlar, deyək ki, cənub istiqamətində getməyə, bir də şəhərin mərkəzi hissəsinə və səhər saatlarında da bu yolda təsəvvür edin ki, hərəkət tamamilə dayana bilər və sürücülərimiz orada bəlkə də 1 saatdan çox nəqliyyatda deməli tıxacda qala bilərlər. Bunların qalmamasının bir səbəbi var. Düzdür, sıxlıq olur, amma tıxac budur ki, ümumiyyətlə hərəkət sürəti 10 km/saatdan belə aşağıdır. Avtomobili söndürüb saxlayırsınız orada. Qalmamasının bir səbəbi var ki, dinləyicilərimiz bilsinlər ki, xüsusilə də pik saatlarda bizim əməkdaşlar mərkəzi küçə və prospektlərdə olan svetoforlarımıza yaşıl dalğa əmri veririk. Yəni yaşıl işığın müddəti artırılır, o intensivlik artsın deyə. Onun nəticəsidir ki, nəqliyyat vasitələri ciddi, yəni əlavə vaxt ikisi ilə çox qarşılaşmırlar. Düzdür, sıxlıq var, sıxlıqda qalırlar, amma hərəkətdə olan, yəni nəqliyyat vasitəsi ən azı aşağı sürətlə də olsa belə hərəkət edə bilir. Bəli. Sonda deyəcəyiniz, yəni bir əlbəttə sadaladıq. Dinləyicilərimiz də öz fikirlərini yazıb bildirdilər. Son olaraq nəyi vurğulamaq istəyirsiniz? Dedik əslində şəhərdə nəqliyyat vasitələrinin sayının ildən-ilə artması, yol nəqliyyat hadisələrinin baş verməsini Ömər bəy bayaqda vurğuladı. Ara məsafəsinə düzgün əməl olunmaması, sürücülər tərəfindən manevr etmə qaydalarının pozulması, texniki ümumiyyətlə nasazlıq səbəbindən bəzi avtomobillərin yolda qalması və eyni zamanda elə digər hərəkət iştirakçılarında da problem yaradır. Və siz son olaraq nəyi qeyd edərdiniz? Son olaraq təbii ki, biz bunu dəfələrlə deyirik ki, bəlli bir səbəblər var nəqliyyat sıxlığının yaranmasının, amma biz maksimum dərəcədə biz sürücülər də qaydalara əməl etsək, bir-birimizə hörmətlə yanaşsaq, bir-birimizi başa düşsək, bir-birimizə aqressiv yanaşmasaq, bir-birimizə lazım gəldikdə yol versək qaydalara uyğun şəkildə, özümüzdən əlavə yollarda zolaq sayını artırmasaq, çünki bəzi hallarda bu da olur. Baxırıq 5 zolaqlı yoldur, 7-ci zolaqdasınız. Və mütəmadi olaraq kobud şəkildə manevr etmə qaydalarını pozmasaq, mənim bu deməli tək mənim öz fikrim deyil, bu da təhlillər əsasına deyə bilərəm ki, biz nəqliyyat yolda itirdiyimiz vaxtdan daha az vaxt itirə bilərik və elə hallarda ola bilər ki, qeyri-pik saatlarda biz nəqliyyat sıxlığında qalmarıq. Təşəkkür edirik sizə. Çox sağ olun Ömər bəy. Bir daha xatırladıram, bugünkü qonağımız Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov idi. Yollardakı sıxlıqdan danışdıq.